Salam əziz dostlar, hər vaxtınız xeyir. Necəsiniz mənim gözəl gülsevər dostlarım? Hər birinizi salamlayıram. Ağdam elindən, Ağdam torpaqlarından. Mənim bugün bu gözəllərimi sizə çəkirəm təkrarən. Bunların da ən gözəl çiçəkləyən vaxtlarıdır. Artıq gözəl çiçəkləyiblər. Üstündə tumurcuğu çoxdur. Amma belə çiçək də xeyli vaxtı qalır. Keçən il də bu məndə var idi. Keçən il balaca idi. Bunu Bakıdan gətirmişdim. Onda balaca budağı idi. İndi belə xeyli böyüyübdü. Çox da gözəl çiçəkləyib. Biraz yağış üstünə vurub, belə yağışın dənələri üstündədir. Belə həm də çox gözəl görkəm verib onlara. Bugün sizə gözəl çiçəklərimi çəkəcəm inşallah. Siz də sevərək bilirəm ki, izləyirsiniz. Yazdığınız rəylərdən görürəm ki, çox gözəl sözlər yazırsınız. Təşəkkür edirəm hər birinizə. İnşallah ki, sizin də bundan gözəl gülləriniz, çiçəkləriniz olar. Geranım görürsünüz ki, artıq çiçəkləməyə daha da gürraşıbdır. Yağış dənəcikləri üstündədir. Biraz çiskinli yağışlı havadır. Belə bunlara, həm də belə olmağı bunlara xeyirdir. Yarpaqlarından da bunlar qidalanırlar. Tam üstünə yağış vurmasa da elə bir çiskinlər bunlara tərəf gedir. Belə gözəl görürsünüz ki, bir hal alıbdır bunlar. Çox gözəl bir çiçəkdir bu. Ancaq çiçəyə verir güc qüvvəsini. Elə çox böyüyən növ deyil, amma çiçəyi boldur. Qalan şolarım da çiçəkdədir, görürsünüz. Bunlar da yağışdan nəsibini alıbdır. Belə qəşəng. Öz gözəlliyindədir bunlar da. Sizə bir bunları çəkəcəm. Onu da bağladım. Bu yerli növlə o hibrid növün qarışığıdır. Həm çox çiçək açır, həm də boyludur. Qırmızı rəngdir. Belə düymələr də çoxdur. Biraz aşmışdı. 3 dənə bu da xalına gəlib belə aşırdı. Bunları bağlamışam. Dedim qoy, aşıb tökülməsinlər. Bunlar da yenə aşmağa davam eləyir. Yenə öz gözəlliklərini göstərməyə davam eləyirlər. Bu da gözəl, ən çox istədiyimizdən olandı bu. Bu da görürsünüz ki, həm düyməsi boldu, həm çiçəyi boldu. Gözəl növdür. Bunların qatlı olanlarını da görmüşəm. İndi rastıma çıxarsa, bunların qat-qat olanından da almaq fikrindəyəm. Yəni bu yalın qatdır, amma onun qat-qat belə gül kimi açanlar da var. Onlardan da almağı düşünürəm. Yenə yay qışı açan gözəlim. Bu mənim xalamın mənə verdiyi çiçəklərdəndir. 3 ildən artıq məndədir bu. Artırmışam da, hədiyyə də vermişəm. Hələ ki, indi başqa artırdığım yoxdur bundan, özümə qalmayır. İndi belə çiçəkli vaxt adam qıymaq istəmir, budaqlarını qırasan. Amma payızda mənə çox budayıram güllərimi. Artıq çöl çox soyuq olub evə yığanda bunları budayıram, nə budayacamsa. Budayıb ondan sonra evə qoyuram. Yaxşı olar ki, indi el adamları var ki, gülü azdır. Məsəl üçün 5 dənə, 10 dənə gülü var. Gün düşən pəncərənin önünə qoyanda qəşəng olurlar. Qışı da çiçəkləyirlər. İndi məndə gül çoxdur. Hələ bəlkə də bir 20-sini 30-unu da satışını eləmişəm bu il. Yəni ona baxmayaraq hələ gülüm çoxdur. Ona görə mən elə yığa bilmirəm bunun hamısını. Bunları məcburam ki, çöldə klyonkadan yer düzəltmişəm, parnik. Bir dənə izləyicim soruşmuşdu. Hara yığırsınız bunları deyə. Yəni qışdakı videolarıma baxsanız bilərsiniz hara yığdığımı. Belə xarab olanları belə qırmaq lazımdır. Yəni bu artıq enerjidir. Bu da toxum qoymaq istəyir. Çünki mən bunun toxumunu istəmirəm. Ona görə də bunu mən qırıb tuluyuram, gedir. Soruşmuşdu ki, hardan saxlayırsınız? Yəni klyonkadan yer düzəltmişəm. Ora yığıram qışda. Çox qəşəng qaldı. Bilmirəm qış elə çox soyuq olmadı, yoxsa elə
Klyonkada yaxşı oldu nədirsə, elə orada qəşəng oldu, qəşəng qaldılar. Qışda da elə çox su verməyəsən ki, don olanda kök şaxtatmasın. Belə normalda gözəl qaldı orada, yaxşı qaldı. Yenə də bu il elə fikrim var ki, hamısını oraya yığacam güllərimin. Çünki evdə alınmır, biraz yer idarə eləyir filan. Ona görə də gülə bir xüsusi otaq ayırmaq lazımdır ki, orası sırf güllərdən ibarət ola. Belə, bu da görürsünüz, o qədər gözəldir ki, gül sapından özü gül də çıxardır, belə çiçəkləyir. Qəşəngdir, xeyli vaxtıdır ki, bunun çiçəkləri üzərində qalır. Və gəldim bu gözəllər gözəlinə. Bu gözəllər gözəlidir, çox gözəl, bu da çiçək açan bir növdür. Bu da qəşəngdir. Bu da yine ceyran gözüdür. Bu da artık gül çiçeğindedir. Bir budaqdadır bax dostlar. 5 tane çiçek sapı var. Belə çekim. Belə qəşəng. Bu da öz performansındadır. Bu da mənim yenə rujlu olanım. Bu da çox gözəl növlərdəndir. Bu da elə ancaq çiçək açır. Elə qulluq tələb edən gül deyil bunlar. Bunların pollu güneş, səhər-səhər en azı 4 saat gün vurmalıdır geranları. Çiçəkləməni istəyirsinizsə axşam da 2 saat. En azı bunlar gündə 6 saat gün ışığı görməlidir. O gün ortanın çox yandırıcı istisi yox. Saat 12'ye qədər bax belə isti vursun, gün vursun səhər-səhər 12'ye 11'e qədər. Axşam üstü də yenə gün düşən yerdə olanda belə gözəl çiçəkləyir. Yani bunu kölgəyə qoyub gözəl çiçək açmaq gözləmək olmaz. Yani o açmaz da gərək gün alaq ki, gün görək ki, onlar çiçəklənə. Bu da bir başqa sözdür. Yerli kimi geranımdır. Bu da qat-qat içi açır, qırmızıdır. Bu da yenə çiçəklərindədir. Artıq çiçəkləri xarab olur. Bu da yerli tikənlər tacımdır. Özüne gelir artık, toparlanır. Bu da benim milli Hollandiya millisi deyilən dikenler tacıdır. Çok güzel büyük çiçəklidir. Qəşəngdir. Gözəlliğini görürsünüz məziz dostlarım. Bir top çiçəkdir. Ve keçdim kalonşoma. Kalonşom da artıq dənə-dənə açmağa başlayır. Nəhayət ki açmaq istəyir. Bu da çiçəkləsin, çox gözəl olacaqdır. Yağış biraz bunları xarab eləyəcək, amma nə demək olar ki, yağış da yağır da, o da yağmalıdır. Bunların belə üstü belə yağışda olmaqlarını çox xoşlayıram. Çox gözəl gəlir bunlar mənə belə. Bu da rozbundur. Böyük yarpaqlı, böyük çiçəkli, amma özü heç böyüməyən bir növdür. Bu da ramaşkandır, görürsünüz artıq. Getdikcə çiçəkləri çoxalır. Bir-iki dənə də belə zoğundan əkdim. Hava sərindir, inşallah tutar. Belə balacalarından əkmişəm. Tutsa yaxşı olar. Bu gülüm aşıb bunun üstünə. Biraz xarab olubdu. Bu da qəşəngdir. Artık bunu açmağa başladı. Artıdığım idi, bu keçenli artıdığımdan iyiydi. Artık bu da başlayır açar. Bunun üstünde düğmeler çoktu. Bu kalanşon demiyorlar, hamısı açır. Bu da açmağa çalışır. Bu da
da bir de bu da güzelim. Bunu özüm bilirsiniz. Tohumdan artırmıştım. Yerriyle zonalinin karışığı olan bir tohumuydu. Çok qəşəngdə çiçəkləyir. Çiçəyə bu da meyillidir. Hem boya meyillidir, hem çiçəyə. Bu da güzel balaca kalanşun. Bu da çiçəkliyi vardı. Balaca qav etmişəm. Çiçəyi özündən yekədir. Ağ böyük olan kalanşumu da kızlar budadım. Görürsünüz ki yazda budamışam. Budadım belə. Bunu tamam təzələdim. Görürsünüz nə qədər xırda özovlar verir. Çünkü bu işe gördüm ki xarab olmaq üzrədir. Bunu mən budadım. Birin qismin satışını elədim budaqlarının. 2 dənəsi də qalıb. Onu da özüm bir ayrı qab əkmişəm. İndi onu sizə göstərim. Belə əkmişəm. 2 dənə də budağım belə ayrı qab əkdim. İndi inşallah ki burada bitəcəkdir. Çünki özü köhlü idi. Bu özünün boğazında köhlərini çıxardır bunlar. Yəni belə etdim bura. Bağlamışam ki aşmasın. Çünkü büyük budaqlar idi. İndi bunu da burada artmağa bıraktım. O da orada artacaq. Askıda olanım da böyle qəşəng. İçi gül kimi büyük çiçəkləri olan bir güldü. Bu da bunu da Bakıdan almıştım. Böyle qəşəngdir. Bu da düyməsi də boldu. Böyle yaxşıdır. Böyle güzel çiçəkləyir. Həm də düyməsi də boldu. Hələ ki o birisilərdə bir şey yoxdur. Düymədirlər ama bu açıqdır artıq. Bunu da görüp beğenenler çoxdur. Bunlardan sadece bir dənəsini artırmışam. Bir dənə məndə artımlı olanı var. Şimdi onu da bir sevdiğim bir dostum var. O benden istemişti. Onu yəqin ki ona verərəm. Məxmər kimi belə qırmızı qəşəng güldü. Çox xoşdur. Qəşəngdir. Həm də düymələr də çoxdur. Və bu kəpənəklərim də biraz külək şeyləyir. Biraz tərpədib. Həm də bunların biraz solan vaxtlarıdır. Ona görə bu da qəşəngdir. Kalamında xarab olan bir çiçəyin qırdım. Hələ bir yaxşıdır. Yerindən də xeyli çiçəkləri gəlir. Çiçək soğları gəlir. Yəqin ki bu bitəndən sonra da onlar açacaq. Çünki bunlar heylə olur. Yəni bir ay, 2 ay belə biri solur, biri açır. Böyle daimi çiçəkdə olurlar. Bu da yerli olanı. Bu da artıq çiçəyin göstərməyə başlayıb. Və belə bu kalanşum da yaxşıdır. Bu tamam çiçəklərini açıbdır. Hamısı açılıbdır. Yəni düymədə olanı yoxdur artıq. Belə qəşəng. Bunu da yanlarından kəsif istəyənlərə vermişəm. Bir tərəfi durur. Bu da çox gözəl növdür. Bu da çok qəşəng çiçəkləyir. Bu da boya getgən ama çiçək açan növlərdəndir. Bu laləm də yenə laləm də gözəl çiçəklədir. Hər tərəfindən çiçəklər açır. Bu da yaxşıdır. Basılqandaydı, bunu götürdüm yerə qoydum ki külək biraz xarab eləyir, ləçəklərin tez tökülür. Ona görə də bura yığmışam. Belə əziz dostlarım, xeyli baxıram ki 14 dəqiqəni artıq keçmişəm. Heç nə tər keçdi bu 14 dəqiqə bilmədim. İnşallah siz də izləyərkən xoşunuz gələr, bəyənərsiniz. Vaxtınız olmaz. Belə gözəl bunlar da artıq çiçəkləyir. Bu qırmızı olanım da geranım. Bunu dünənlərim torpağın hamısını tökdüyüm, köhlərini yudum. Köhnə köylərin budamışam və təkrar 2 dənə saxsıya əkmişəm. Çünki bunun şeyi xoşuma gəlmirdi, açmağı filan. Elə bil nəsə küskün idi. Ona görə də bunu tamam təmizlədim, kökünü filan. Özdən yenidən 2 qaba əkmişəm. Özünə bir 5-10 günə özünü toparlayıb daha gözəl açmağa başlayacaq. Qablarını da yumuşam, təmiz setqalamışam, təmiz təzə torpağa əkmişəm. Bunlardan da biraz sizə şeyli çəkim.
Və buradan da sizinlə sağollaşım. Belə bunları da belə qəşəng. Belə yağış yağıb bunlar. Boynun püküklər, amma qəşəngdirlər yenə də. Amaralisini də yaxşıdır. Elə bir yerdən çıxardandan sonra üzünə gəlib. Bu da gözəlim. Bu da biraz yağışdan nəsibini alıb. Ya güllərimizin çiçək açan vaxtı yağış olanda biraz güllərimiz tez xaralır. Ondan biraz bir keyfliyir. Amma yağış yağmasa da olmur da yağmalıdır. Amma güllərimizi biraz belə soldurur deyə adamın xoşu gəlmir. Amaralislərimdə artıq düymələri yekəlir. Belə mən qaçaraq belə çəkim. Buradan da sizinlə sağollaşım əziz dostlarım. Sizi çox yormayım. Bu gözəlimlə də sizinlə sağollaşım. Əziz dostlarım, baxdığınız, bəyəndiyiniz üçün təşəkkür edirəm. Xoş söz yazanlar, yazmayanlar, hər biriniz var olasınız. Hələlik dostlarım, yeni videolarda inşallah ki görüşərik. Özünüzdən müğayət olun. Hələlik dostlarım.